Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Həmd edirik Allaha nemətlərinə görə, şükür edirik Allaha dünya və qiyamət nemətlərinə görə. Allahdan istəyirik qəlbimizdə və dilimizdə salam və salavatlar olsun Peyğəmbərlərin ağası olan Mühəmməd Peyğəmbərə. Onlar məsum Peyğəmbərlərimizdir. Salam və salavatlarımızı çatdırırıq. Bu günləri Məhərrəm ayının birinci günüdür. Allah bu günlərə xatir edilən ibadətləri, itayətləri qəbul eləsin. Allah şəhidlərimizə rəhmət etsin, yaralı qazilərimizə Allah özü şəfa versin. Allah cəmaatımızı, millətimizi, insanlarımızı, xalqımızı qorusun və cəmaatımızın, insanlarımızın üzərindən yaman yel əsdirməsin. Və cəmi sizləri, bizləri qiyamətdə 14 məsum Əhl-i Beytin şəfayətindən ayrı salmasın və gələn ildə bu vaxtı Məhərrəm ayın bizlərə keçirməyi arzusunda olan insanlara nəsibi qismət etsin inşallah. Həzrəti Mühəmməd Peyğəmbər İmam Həsənlə İmam Hüseyn əleyhissalamın babası Həzrəti İmam Əli ilə Peyğəmbərimiz həm əmioğlu idilər və eyni zamanda Peyğəmbərimizin qızının həyat yoldaşı idi Həzrəti İmam Əli. Peyğəmbərimiz cənnət cavanları olan İmam Həsənlə İmam Hüseyn əleyhissalam barəsində buyurur. Vəl-Həsən vəl-Hüseyn. Bəzi yerlərdə Əl-Həsən, Əl-Hüseyn də deyirlər. İmam Həsənlə İmam Hüseyn əleyhissalam imamanı, hər ikisi imamdılar. Qamə əvqədə. İstər qiyam etsinlər, istər qiyam etməsinlər. Peyğəmbərimiz onlara olan sevgisindən danışır. Ümumiyyətlə, insanın qəlbində Əhl-i Beytə sevgi olmalıdır. Mən la əhəbbənə, əbğəzənə, fəhədəynəhum və mən əhəbbənə fəhəbəbnəhum. Hər kim bizi sevməyə, heç düşmənçilik də etməyə, biz onu hidayətə gətirərik. Amma hər kim bizi sevsə, biz də onu sevərik, eyni zamanda ona məhəbbət bəsləyirik. Peyğəmbərimiz buyurdu ki, kim Həsənlə Hüseyni sevsə, mən də onu sevirəm. Mənim də ona məhəbbətim var. Mənim də ona sevgim var. Mən kimi sevirəmsə, Peyğəmbərimiz buyurur ki, Allah da onu sevir. Allah kimi sevsə, onu cənnətə daxil edər. Çox maraqlı bir məsələdir. Ümumiyyətlə, sevgi dinimizdə bəyənilən əməllərdən biridir. Bu Məhərrəm ayında Həzrət Hüseyn ibn Əli yaxınların, əzizlərin qurban verməklə dinimizi, İslam dinin qoruyub yaşatdı və qoruyub saxladı.